Çox açıq geyinməməlidir, normal qaydasına geyinməlidir. Hər insana qarşı hörmətlə yanaşmalıdır. Uşaq var, böyük var, yaşlı var. Ona görə normal qaydasına geyinməlidir. Fərzə ola bilməz heç kəsdə ki, o filan şey geyinibsə əxlaqsızdır, ya o filan uzu yuxarı geyinibsə, məsələn, açıq geyinibsə o əxlaqlıdır. Elə bir düşüncə forması yox. Çox vaxt geyim əxlaq göstəricisi deyil. Çox vaxt geyim insanın real təbiətini gizlətmək üçün ən güclü maskalardan biridir. Biz insanları avtomatik şəkildə onun geyiminə görə mühakimə etməyə başlayanda biz onun real təbiətini görə bilmirik. Hər bir cəmiyyətə aid olan mədəni kodun idarə etdiyi bir nəzarət mexanizmidir. İnsan bədənini və psixikasını idarə etmək üçün. Bizim mədəni kodlarda, xüsusən qadınlarla bağlı olan geyimlər nə qədər qapalı olursa, nə qədər abırlı görünürsə, o qədər bu insanın əxlaqi dəyərlərini, yüksək mənəvi dəyərlərini, peşəkar bacarıqlarını yüksək olduğunu qəbul etdirə bilib. Doqma o qədər uşaq vaxtından bizi güclü şəkildə idarə edir ki, biz özümüzə icazə veririk ki, bu geyimdə olan insanlar bizi aldada bilsin. Bəzən isə qadına qarşı olan zorakılıqları onun geyindiyi geyimlə əlaqələndirirlər. Hal-hazırda gördüyünüz şəkillərdə bir ekspozisiyada, bir kolleksiyada zorakılığın qurbanı olan qadınların geyimləri nümayiş olunub. Siz fikir versəniz, çox fərqli yaşda olan qızların, qadınların geyimləridir. Çoxsuna da siz fikir versəniz, onlar bizim kriteriyalara görə kifayət qədər abırlı və qapalı geyimlərdir. Demək ki, qadınlara qarşı olan zorakılıq məsələsi heç vaxt geyimlə bağlı olmayıb. Bu daha çox zorakılıq edən şəxsin öz instinktlərini idarə etməməsi ilə bağlı.